adamla danışıb. Dəriyə dilarsa yukka geyinsinlər olsunlar dəriyə. Bəstində da. Bezimi mi xalava gəlsin əlindən mən? Əsəmin körləmində də hər dəfə uşaq deyir ki, mənim uşaq gelmə. Hamı danışır bu dəstə. Bu şəxsiyyətin mədəniyyəti və səviyyəsinin haqqında heç bir şərh vermək istəmirəm. Ətrafındakı insanlara ilk növbədə səbr diləmək istəyirəm. Məni narahat edən məqam burada sinifdə yaşanan problemdir. Gəlin ona baxaq. Yaşanan problemimiz isə açıq şəkildə bəllidir ki, sinif idarə olunması ilə bağlı bir problemdir. Əvvəlcədən nələr etməliyik ki, bu situasiyanı yaşamayaq? Əslində çox sadədir. Sinifimizdə mütləq şəkildə qaydalarımız olmalıdır. İlk və çox vacib qayda ondan ibarətdir ki, ilk dərsdən biz müəllim olaraq şagirdlərimizi aşılamalıyıq ki, sinifdə heç kimsə bir-birinin sözünü kəsə bilməz. İkinci məqam isə bu artıq sizin metodologiyamızdan asılı olan bir şeydir. Əgər sinifimizdə 30-40 nəfər şagird varsa, əlbəttə ki, bu mümkün deyil ki, hər dərs bütün şagirdlər danışacaq. Ən möhtəşəm metodika, hansı ki, mən də bunu istifadə edirəm, bu ilan metodikasıdır. Biz hər dərs ilan üsulu ilə uşaqların oturma şəklinə əsasən 5-7 nəfəri sual-cavab eləyirik. Növbəti dəfə həmin qaldığınız yerdən ilan üsulu ilə davam edirsiniz. Beləliklə şagirdlərimiz də bilir ki, sizin qaydalarınıza əsasən sinifdə ilan üsulu var və o qaydaya əsasən bu gün mənim növbəmdir, sabah başqasının növbəsidir. Beləliklə artıq şagirdlər bilir ki, hər kəsin müəyyən günü var ki, müəllim həmin günü o şagirddən soruşacaq. Beləliklə heç bir narazıçılıq yaramayacaq. Daha çox pedaqogikaya və metodikaya aid məzmunlar görmək istəyirsinizsə, profilimə keçid etməyi unutmayın.